İbn Mübarək rahiməhullah söyləyir ki, Məkkəyə gəldim. Gördüm ki, insanlar quraqlıq içindədirlər, yağış yağmır. Onlar Məscid-ül Haramda yağış duası edirdilər, namaz qılırdılar, Allahdan istəyirdilər yağışı. Yağış yağmırdı. Mən də insanların arasında idim, Bəni Şeybə qapısı tərəfdə dayanmışdım. İbn Mübarək deyir. Bəni Şeybə qapısı tərəfdə dayanmışdım. Bu vaxt qara bir qul, gənc bir qul gəldi. Əynində 2 parça var idi qumaşdan. Hansı ki, torba parçası idi, həmin parça. Yəni, kölənin əynində olan paltar idi. Birin rida kimi bağlamışdı quşaqdan aşağı, digərini isə çiynindən atmışdı. Gəlib mənim yanımda gizli bir yerdə dayandı, onun belə dediyini eşitdim. Fikir verin, təqvadır. Bu adam təqva sahibidir, Allahın vəlisidir. Allahın vəlisidir. Görün, təqva onu necə hörmətli edib. O belə dua edirdi. Başın səzdiyə qoyub, qara qul belə dua edirdi. Ey mənim ilahım, ey Rəbbim, günahların və pis əməllərin çoxluğu üzləri qaraltmışdır. Sən məxluqatı tərbiyə etmək üçün yağışını bizdən kəsmirsən. Yəni, biz tərbiyələnək deyə bizə yağış göndərmirsən. Ey həlim və səbir sahibi olan Rəbbim, ey qullarının özündən yalnız gözəllik gördüyü Allahım, səndən istəyirəm, onlara yağış ver, bu saat. Mübarək söyləyir ki, o bu saat deməyə davam etdi. Nəhayət göy üzü bulutlarla doldu və hər tərəfdən yağış yağmaya başladı. O isə yerində oturub Allahı təsbih edirdi, zikr edirdi. Mən ağlamağa başladım. O qalxıb gedəndə yerini öyrənmək üçün arxasınca düşdüm. Fikir verin, Kəbə imamı, Kəbə, Məkkə xalqı hamı dua edirdi, namaz qılırdılar. Allahdan yağış istəyirdilər, amma Allah onların duasını qəbul etməmişdi. Ta ki, qara dəlili qul gəldi, Allahdan kömək istədi. Sonra Fudeyl, o deyir, qalxıb gedəndə yerini öyrənmək üçün arxasınca düşdüm. Fudeyl İbn Yadın yanına getdim, deyir. Abdullah İbn Mübarək. Böyük imamlardan olmuş və həmçinin zamanında ətrafına baxın dostlarına, Fudeyl İbn Yadın yanına getdim. O mənə dedi, səni kədərləndirən nədir? Nə üçün kədərlənmirsən? Ey Abdullah İbn Mübarək. Dedim, başqası bizdən önə keçdi. Allah o işi bizə yox, ona nəsib etdi. Fudeyl söylədi ki, nədir o iş? Mən baş vermiş əhvalatı ona danışdım. Fudeyl, Abdullah İbn Mübarək deyir ki, Fudeyl qışqırdı və hoşunu itirib yerə yıxıldı. Özünə gələndə dedi ki, vay sənin halına, ey İbn Mübarək, məni onun yanına apar. Dedim, vaxt dardır, azdır, mən onu axtararam. Ertəsi gün səhər namazını qılıb, həmin yerə getdim. Abdullah İbn Mübarək deyir. Gördüm ki, bir qoca qapının ağzında onun üçün salınmış yerdə oturub. Məni görən kimi tanıdı və dedi, xoş gəldin, ey Əbu Abdurrahman. Yəni, İbn Mübarək, xoş gəldin. Nədir ehtiyacın? Nə istəyirsən? Dedim, qara bir qula ehtiyacım var. Dedi, bəli, yanımda bir neçəsi var, hansını istəyirsən seçkinəm. Qışqırıb, ey qul deyə çağırdı. Cümrah bir qul çıxdı. Qoca dedi ki, bu sonu xeyirli, etibarlı biridir. Bunu sənə məsləhət görürəm, ey Abdullah. Götür bunu. Dedim ki, mənim ehtiyacım, yəni bu deyil, buna ehtiyacım yoxdur. Başqası, o qulları bir-bir çıxartmağa, kölələri bir-bir çıxartmağa davam etdi. Nəhayət, həmin axtardığım qulu çıxardı. Onu görən kimi ağlamağa başladım. Qoca soruşdu ki, bu odur. Dedim, bəli. Dedi, bunu sata bilmərəm. Görün, nə deyir? Bunu sata bilmərəm. Dedim, nə üçün? Dedi, onun bu evdə olması ilə bərəkət tapmışam. Bərəkətim artıb. O mənə heç bir yük olmur. Dedim, bəs yeməyi necə əldə edir? Yeməyi necə qazanır?
Dedi ki, xurma yarpağından ip hörür. Yarım qəpik ondan qazanır. Əgər həmin günü ruzisi varsa, yəni bu onun ruzisidir. Yox, əgər həmin günü sata bilsə, yeyər, yoxsa o günü az qalır o. Sonra deyək, qullar mənə onun haqqında xəbər veriblər ki, o uzun gecələri yatmır. Həmin o Allahdan istəyən, yaxşı istəyən quldan söhbət gedir, qardaşlar. Onun haqqında deyirlər ki, yoldaşlar o gecələri yatmır, onlardan heç kimə qarışmır. Özü ilə məşğuldur. Qəlbim onu çox sevib. Abdullah ibn Mübarək söyləyir ki, indi mən Sufyan Əs-Savrinin və Fudeyl ibn İyadın yanına, yəni ehtiyacımı ödəmədən əli boş qaydım, həmin o qocaya deyir ki, yəni o qulu verməyəcəksən indi mənə. Sahibi qayıdıb deyir ki, ey İbn Mübarək, sənin gəlişin mənim üçün böyük şərəfdir. Onun hansı qiyməti istəyirsən götür. İbn Mübarək dedi ki, onu aldım və Fudeylin evinə tərəf yola düşdük. Biraz getmişdik ki, mənə dedi, həmin o qul, qara dərili qul, dedi ki, ey Mövlam, ey ağam, dedim, ləbbeykə, huzurundayam, xidmətindəyam, buyur. Dedi ki, mənə ləbbeyk demə. Çünki ləbbeyk, çünki qul ağasına ləbbeyk deməyə daha layiqdir. Yəni, bu kəlmə ağaya layiqdir. Dedim, nə istəyirsən? Dedim, mən bədəncə zəifəm, xidmətə gücüm yetməz. Sənin üçün başqalarından geniş imkan var idi. Daha gücləri var idi. Sənə məndən daha gümraha çıxarılmışdı. Nə üçün məni seçdin, ey Abdullah ibn Mübarək? Dedim, Allah məni səni xidmətçi kimi işlədərkən görməz. Yəni, belə istəməz ki, mən səni xidmətçi işlədim. Əksinə, mən sənin üçün ev alacam, səni evləndirəcəm və özüm sənə xidmət edəcəm. Abdullah ibn Mübarək deyir, rahiməhullah. Bunu eşidəndə deyir, qul ağladı. Soruşdum, nə üçün ağlayırsan, nədir səni ağladan? Dedi ki, sən mənim Allahla olan bəzi hallarımı gördüyün üçün belə etdin. Ey Abdullah, elə deyilmi? Yoxsa qulların arasında niyə məhz məni seçdin? Ona dedim, bunu bilməyə ehtiyacın yoxdur. Dedim, sənə Allaha and verirəm deginəm. Nə üçün məni seçdin? Dedim, duanın qəbul olunmasına görə. Yəni, sən dua etdin, mən gördüm ki, Allah sənin duanı qəbul etdi. Ona görə səni istəyirəm. Dedi ki, qul dedi ki, güman edirəm ki, sən inşallah salih bir insansan. Həqiqətən Allahın məxluqatı içində elə seçilmişləri vardır ki, Allah onların halını ancaq sevdiyi qullarını açar. Fikir verin, bu qul da Allahın məxluqatı içində seçdiyi qullardan idi. Allahın vəlisi idi, övliyası idi. Həqiqi olan, haqq olan övliya. Heç kəs əməlini görsətməyən, gizlədən, Allahla özü arasında olan. Bax, vəli budur. Allahla özü bilir ibadəti. Üçüncü şəxs yoxdur. Üçüncü kəs yoxdur. Deyir ki, Allah yalnız sevdiyi qullarını açar və yalnız razı qaldığı kimsələrə bildirər bu halı. Sonra mənə dedi ki, mümkünsə, məni burada gözləginən, gecədən qalan bəzi rükətlərim var, onları qılacam. Dedim, Fudeylin evi yaxındır. Orada qılarsan. Dedi ki, xeyr, bura mənə daha xoşdur. Allahın əmri təxirə salınmaz. Fikir verin, Allahın əmri təxirə salınmaz, dedi mənə. Sonra məscidə girdi. İstədiyi qədər namaz qıldıqdan sonra mənə tərəf çevirib, dedi ki, ey Əbu Abdurrahman, bir ehtiyacın varmı? Dedim, nə üçün soruşursan? Dedi, çünki mən getmək istəyirəm. Dedim, hara? Dedi, ahirətə, iləl-əxirə. Abdullah ibn Mübarək rahimallah deyir ki, dedim ki, etməcinəm. Qoy səninlə biraz qalım, səninlə biraz sevinim. Bilir ki, Allah onun duasını qəbul edir. O dedi ki, görün nə deyir? Allah, qızıl kəlmələrdir. Həyatımıza tətbiq eləməliyik. Qul dedi ki, həyat o vaxt şirin idi ki, mənimlə Allah arasında müamilə sir gizli idi.
etdiyim sevabı, xeyir əməlləri Allah bilirdi, bir də mən. İndi ki, sən bunu bilirsən, sabah başqaları da biləcək. Mənim buna ehtiyacım yoxdur. Sonra üzü üstə səzdəyə qapandı və Allaha belə dua etdi. Allahım, canımı bu saat, elə məhz bu saat al ki, yaxınlaşdım, gördüm ki, artıq vəfat edib. Allaha and olsun ki, Abdullah Mübarək deyir ki, Allaha and olsun ki, nə zaman onu xatırlasam, kədərim uzanar və dünya gözümdə kisilərdi.